Əməliyyat bitdi. Bitti. Hər şey gözəl. Allah razı olsun. Çox gözəl. Güvəndim sizə gəldim. 3 aydır gözləyirəm Bakıda gedəcəm. İmeni anar doktorun yanında. Güvəndim gəldim. Əməliyyat bitdi. Allah razı olsun. Çox gözəl hər şey. Bəli qardaş, şükür. Yəni düşündüyünüz kimi əməliyyat bu qədər qorxulu deyil. Qorxulu deyil. Yeni üsullarla gördün 15 dəqiqə, 20 dəqiqə çəkmədi. Həm paletlər, həm də düyündən çox böyüdü. Başa düşdüm. Hamısı yandırılaraq götürüldü. Canlı sağ olsun. Bir gün burada qonağımız olarsınız. Səhər inşallah yazacaq sizə. 3-4 gündən sonra tam rahat həyat fəaliyyətinizə qayıdarsınız. Sağ olun doktor. Allah. Sağ ol ki, Rusiyada yaşayaraq bizi seçdin, güvəndin. Baxdım, orada elətdirmədim. Dedilər ki, burada elətdir, elətdirmədim. Dedim, yox, gedib anar doktorun yanında elətdirəcəm. Nə peşman deyilsən ya? Yox, Allah eləməsin, Allah eləməsin. Nə peşman? Şükür. Nə peşman? Çox şadam ki, siz mənə əməliyyat elədiniz. Allah canınızı sağ olasın. Allah şəfanı versin. Sağ ol, qardaş, sağ ol. Sağlam olun. Sağ ol, doktor. Narahat olma. Rusiyada yaşayanlara da belə ki, hər zaman burada daha güvənli, daha savadlı həkimlərimiz var. Mən olduğum şəhərdə uşaqlar gəlib Bakıda elətdirir belə şeyləri. Hamısı bilir, özləri ki, Bakıda elətdirmək lazımdır. Hamısına da deyirəm, buradan ki, gəlsinlər burada, gözəl anar doktorun yanında. Sağ ol, qardaş. Nə problemləri varsa həll edə. Allah şəfanı versin. Sağ ol. Sağ ol. Sağ ol.